Sahibkarlığı və sahibkarın inkişafı baxımından Cinayət Məcəlləsinin 208-ci maddəsinin xarici valyuta vəsaitlərini xaricdən qaytarmama maddəsinin ləğvi mühüm hadisədir. Çünki müasir biznes artıq yalnız bir ölkə daxilində aparılmır. Sahibkar mal ixrac edir, xaricdə tərəfdaşla işləyir, logistika xərci ödəyir, yeni bazara daxil olur. Bəzən vəsaiti xaricdə saxlamaq məcburiyyətində qalır ki, növbəti müqaviləni yerinə yetirə bilsin. Belə vəziyyətdə hər gecikməni və ya hər maliyyə hərəkətini dərhal cinayət müstəvisinə çəkmək sahibkarın riskini artırırdı, onun qərarvermə azadlığını məhdudlaşdırırdı. Dövlət son illərdə sahibkarlığın inkişafı üçün ciddi addımlar atsa da, bir çox problemlər isə qalmaqdadır. Vergi inzibatçılığının sadələşdirilməsini, biznesə münasibətdə elektron xidmətlərin kağıt üzərində olsa da genişləndirilməsini, qeyri-neft ixracının təşviqini, KOB-lara dəstək mexanizmlərini və kənd təsərrüfatının inkişafı ilə bağlı 6 milyardlıq proqramın da qəbul edilməsini müsbət qiymətləndirirəm. Bununla bağlı deməliyik ki, sahibkar hələ də xeyli problemlərlə üz-üzə qalmaqdadır. Bank kreditlərinə çıxış çətindir, faizlər yüksəkdir, girov tələbləri ağırdır. Bəzi yoxlamalar və icazə prosedurları biznes üçün əlavə yük yaradır. Məhkəmə müdafiəsinə inam hər zaman yetərli deyil, region sahibkarı ilə paytaxt sahibkarının imkanları da eyni dərəcədə deyildir. Təcrübədən görürük ki, sahibkarlığın inkişafı üçün yalnız cəza mexanizmlərini yumuşaltmaq kifayət etmir. Biznes obyektlərinin yaradılması və genişləndirilməsi zamanı sənədləşmə prosesi hələ də şəffaf və sürətli deyil. Bir pəncərə sistemi formal olaraq mövcuddur, amma sahibkar yenə də müxtəlif qurumların qapısını döyməli olur. Torpaq, çıxarış, təyinat, tikinti icazəsi, kommunikasiya, yanğın və sanitariya rəyləri bəzən aylarla, hətta illərlə uzanır. Sahibkar investisiya qoymaq istəyir, iş yeri yaratmaq istəyir, amma sənəd yükü onun qarşısında maneəyə çevrilir. Ona görə də sahibkarlığa real dəstək istəyiriksə, sənədləşmə prosesi tam rəqəmsallaşmalı və hər qurumun məsuliyyəti aydın müəyyən edilməlidir. 208-ci maddənin ləğvi müsbət addımdır, amma biznesin nəfəs alması üçün bürokratik divarlar da aradan qalxmalıdır. Ona görə də dəyişiklik yalnız bir maddənin ləğvi kimi yox, sahibkara münasibətin yumuşalması kimi qəbul edilməlidir. Sahibkar cinayətkar kimi yox, iqtisadiyyatın dayağı kimi görülməlidir. Əgər pozuntu varsa, ilk növbədə maliyyə nəzarəti, vergi mexanizmləri və inzibati tədbirlər işləməlidir. Cinayət məsuliyyəti isə ən son vasitə olmalıdır. Beynəlxalq təcrübə də bunu göstərir. Avropa ölkələrində əsas yanaşma budur. Sahibkarın valyutanı harada saxlamasından çox, əməliyyatın şəffaflığına, verginin ödənilməsinə və çirkli pulların yuyulmamasına nəzarət edilir. Gürcüstan və Qazaxıstan kimi ölkələr də daha çox risk əsaslı nəzarət modelinə keçir. Biznesi cinayət təzyiqi altında saxlamaqdan uzaqlaşır. Hesab edirəm ki, 208-ci maddənin ləğvi sahibkarlıq azadlığını genişləndirən müsbət addımdır. Amma bu addımın real effekti o zaman olacaq ki, dövlət qurumları biznesə tərəfdaş kimi yanaşsınlar. Sahibkar nə qədər rahat nəfəs alarsa, ölkə iqtisadiyyatı da bir o qədər güclü olar. Təşəkkür edirəm, xanım sədr.